Dostlar salam, bugünkü videoda sizinlə birlikdə inkar əvəzlikləri haqqında danışacağıq. İnkar əvəzliklərinə no, neither, none, nobody, no one, nothing və nowhere aid olacaq və bu əvəzliklərdən son 4 dənə saydıqlarımız, hansı ki nobody, no one, nothing, nowhere, bunlar hər biri no-nun törəmələrinə aiddir. Belə ki, əvəzliklərin ümumi mənalarına baxsaq, nobody və no one hər ikisi heç kim deməkdir və insanlar üçün istifadə olunur. Sadəcə olaraq bunların arasında kiçik bir fərq var ki, no one sanki nobody'yə nisbətən daha rəsmidir. Nothing heç nə demək olacaq, əsasən əşyalar və anlayışlar üçün istifadə edəcəyik. None heç biri və heç nə deməkdir. Fəqət bu əvəzlikdə bir dənə diqqətli oluruq ki, həm canlılar, həm cansızlar, yəni ki, həm insanlar, həm əşyalar üçün istifadə oluna bilər. Biz bunu nədə və nə zaman müəyyən edə biləcəyik? Cümlədə baxacağıq, o cümlənin kontekstinə, mənaya. Orada artıq müəyyən edəcəyik ki, bu canlıdır, yoxsa cansızdır. Neither'ın isə mənası heç biri deməkdir. Yalnız iki şey üçün istifadə edəcəyik. İndi tək-tək bu əvəzliklərlə tanış olaq görək ki, nə işə baxırlar, qayələri nələrdir? Deməli, birinci no gəlir, no əvəzliyimiz. Hansı ki, mənası nədir? Heç. No-dan sonra tək isim də gələ bilər, cəm isim də. Əgər tək isim gəlirsə, feilim necə olur? Həmçinin demişəm, tək isimdirsə tək feil olacaq, cəm isimdirsə cəm feil olacaq. Həmçinin no-dan sonra article işlənməz. Article-la çox bənzər olan any və another var idi, düzüydümü? Onları da işlədə bilmərik. Daha sonra işarə əvəzliklərimiz olan this, that, these, those. Bunları da istifadə edə bilmərik. Həmçinin much, many, a lot of, yəni ki, kəmiyyət bildirən bu sözlərimiz də no-dan sonra gəlməz. No-dan sonra son olaraq deyirik ki, of işlədə bilmərik. Əgər nümunələrə baxası olsaq, I have no patience for you, yəni ki, sənə səbrim yoxdur. No place feels like home. Heç bir yer özünü ev kimi hiss etdirmir və sonuncu cümləmizdə də deyirik ki, I have got no pens left. Mənim heç qələmim qalmayıb. Bunlarda fikir versək, bu üç nümunədə. Birincidə no-dan sonra gələn sözüm necədir? Sayılmayan tək ismimdir. İkincidə bəs sayılan tək isimdir. Üçüncüdə isə sayılan cəm isimdir. Deməli, no-dan sonra demək olar ki, biz hər şeyi istifadə edə bilirik. Sayılan da olar, sayılmayan da olar. Üstəlik tək də olar, cəm də olar. No, deməli, çox rahatdır. Sadəcə yadımızda saxlamalıyıq ki, no-dan sonra nə gəlmir? Article, any, another, işarə əvəzliklərimiz this, that, these, those. Daha sonra kəmiyyət bildirən sözlərimiz much, many, a lot of və of gəlməz. Neither'yə keçid alırıq, mənası heç bir deməkdir. Neither'dən sonra tək isim gəlir və tək isim nə istəyirdi? Tək feil. Neither'dən sonra of işlənər və mən bilirəm ki, ofdan sonra həmişə bu əvəzlik bölməsində danışanda demişdik ki, nə gələcəkdir? Cəmdə olan isim gələcəkdir. Amma ki, feilimiz təkdədir. O da nəyinə görə? Çünki neither'ın mənası nədir? Heç bir. Artıq orada bir anlayışı var. Təklik, yeganəlik anlayışı var. Ona görə də neither of, cəm isimlər artıq bir əlində sanki tutmusan, onlardan birini deyirsən. Bir neçə şey var, onlardan birini deyirsən. O özünə nə tələb edir? Tək feil, tək xəbər. Okay, indi gəlin nümunələrə baxaq. I have two pens, but neither writes well. Yəni ki, mənim 2 qələmim var, amma heç biri yaxşı yazmır. Okay. Burada demək olar ki, birbaşa ismi əvəz eləyibdir. İkinci nümunəmizə baxsaq, neither of my friends was at the party. Dostlarımın heç biri partidə deyildi. Baxıram ki, neither'dən sonra of gəlib və ofdan sonra demişəm ki, nə olmalıdır? Cəm ismim, düzdürmü? Və mənası heç biri idi deyənə, mən orada xəbəri necə götürdüm feilimi? Təkdə. Dostlarımın heç biri partidə deyildi demiş olduq. Üçüncü cümləmizə baxaq. Neither answer is correct. Yəni ki, cavabların heç biri düzgün deyil. Neither'dən sonra demişdim, nə gəlir? Yalnız təkdə olan isim və uyğun olaraq da onun da feili necə olur? Təkdə. Gəlib çatırıq none. Yəni ki, heç biri, heç nə bildirən bu əvəzliyimizə. None həm canlıları, həm cansızları, yəni ki, həm insan anlayışı bildirə bilir, əvəz eləyə bilir, həmçinin əşya, cansızları. None'dan sonra of gələ bilər. Ofda demişdim, nə istəyir? Cəm isim istəyir. Amma ki, onun feili təkdə olacaq. Baxıram, nəyinə görə? Çünki none'ın mənasında nə var idi? Birlik anlayışı var idi, təklik var idi. Ona görə none of, cəm isim, bu da özlüyündə nə gətirdi? Tək feil. Həmçinin none'dan sonra isim gəlməz. Nəyinə görə? Çünki özü də bunun, none'ın özü çox zaman cümlədə ismi əvəz eləyə bilir.
Və fikir vermişəm, indiyə qədər də sizə də demişəm ki, əgər ki bir əvəzlik cümlədə ismi əvəz eləyirsə, necə demişdik? Deməli, ondan sonra isim gələ bilməz. Bu qədər asandır. Davamına baxaq indi nümunələrimizə. Deyirik ki, none of my friends was truly loyal to me. Deməli, none of heç biri, kimin? Dostlarımın, indi dostlarımın heç biri demək istəyirəm. Düzdürmü? Burada bir anlayış var. Mənim xəbərim necə oldu? Təkdə. Was truly loyal to me. Bu formada demiş olduq. Dostlarımdan heç biri mənə həqiqətən sadiq deyildi dedik. İkinci cümləmizə baxsaq deyir, none is theirs. Burada artıq none cansızlara aiddir. Tutaq ki, stolun üstündə konfetlər var, şokoladlar var. Deyirsən ki, amma bunların heç biri onların deyil, düzdürmü? Artıq konfet şokoladı sən əvəz eləyib none deyirsən. None is theirs. Heç biri onların deyil. Və yaxud da ki, danışırsan ki, heç kim orada deyildi. None was there. Bu formada deyəndə həm sən elə bir nəzərdə tuta bilərsən ki, otaqda heç nə yoxdur və yaxud da ki, heç kim orada deyildi. Bu formada da yəni heç biri. Bu formada da biz bunu istifadə edə bilirik. Daha sonra no və no-nun törəmələri gəlir. No-nun törəmələri dedik hansılar idi? No və nobody, yəni heç kim. Nothing, heç yer. Nowhere, daha doğrusu nothing, heç nə. Nowhere, heç yer. Və bu törəmələrə də demək olar ki, some və any, həmçinin everydə olan o törəmələrimiz ki var idi. Orada dediyimiz qaydaları birəbir bunlara da aid eləyirik. Ki, yəni bunlardan sonra isim gəlməz, of işlənməz, xəbərim də necə olurdu? Təkdə. İndi hərəsinə aid bir dənə nümunəyə baxası olsaq, deyir ki, daha doğrusu, I told no one about the secret. Yəni ki, mən sirri heç kimə demədim. I told no one. No one nə idi? Heç kim. Keçək ikinci cümləmizə. Nobody helped me with the homework. Heç kim mənə ev tapşırığında kömək etmədi. Nobody burada şəxsi bildirir, düzdürmü? Heç kim kimi də tərcümə eləmişik. Okay, keçək üçüncü cümləmizə. Burada baxıram ki, nothing breaks like a heart. Hansı ki, bir çoxumuz yəqin ki, bunu mahnı sözlərindən bilirik ki, mən də həmişə tələbələrimi çalışıram ki, mahnı sözləri ilə İngilis dilini öyrənək. Çünki belə olanda həm daha yadda qalıcı olur, həm də daha maraqlı olur. Qayıdaq indi tərcüməsinə. Heç bir şey ürək kimi qırılmaz demişik. Baxıram ki, xəbəri necədir? Təkdədir. Və indiki sadə zamanda olanda necə deyirdik? S gəlirdi. Nothing breaks like a heart. Bu formada cümləmizi qurmuş olduq. Və sonuncu cümlə, burada da nowhere-ni işlətmişik. We had nowhere to go last night. Dünən gecə bizim gedəcək heç bir yerimiz yox idi demişik bu cümlədə də. Və beləliklə dostlar, inkar əvəzliyini bitirdik. İnkar əvəzliyində demək olar ki, problemli, çətin bir şey yox idi. Növbəti dərslərdə görüşənədək.